Salam değerli izleyicilerim, hoş gördük sizleri. Bugün gördüğünüz kimi çok dadlı, kövrək, yumuşaq ve kəsmikdən hazırlanan mütəkkələr hazırlayıram. İnanın ki, hem dadına göre hem de yumuşaqlığına göre heyran qalacaqsınız. Söhbəti uzatmadan keçirəm hazırlama qaydasına. Qabağa 3 yumurta ve 150 qram şəkər, 1 paket vanilin əlavə edirəm. Mikserdən və ya çırpıcıdan istifadə etmək lazım deyil, sadəcə çəngəllə. Və qarışımı qarışdırıram. Bura sonra 120 qram əridilmiş halda kərə yağı əlavə edirəm. Yenə qarışdırıram. Tam qarışdıqdan sonra keçirəm bura, əlavə edirəm kəsmiyi. Kəsmik 200 qramdır. Yağından asılı olmayaraq istədiyiniz halda götürə bilərsiniz. Amma biraz yumuşaq kəsmik olsun ki, bu şəkildə əzilsin. Daha sonra mən hissə bura 600 qram un əlavə edirəm. 1 paket qabartma tozu, bir də yarım çay qaşığı sarı kökdən istifadə etdim ki, xəmirin rəngi gözəl olsun. Unu əvvəlcə hissə tökürəm. Əvvəlcə 200 qram un tökdüm. Daha sonra yerdə qalan unu yavaş-yavaş əlavə edirəm. Siz də hissə əlavə edin unu ki, birdən un artıq olar və xəmirin kıvamını özünüz görəcəksiniz. Bu şəkildə olmalıdır kıvam. Gördüyünüz kimi həm yumuşaq, həm də kövrək bir xəmir alınır. Və daha sonra xəmiri bir 10 dəqiqə dincəlməyə qoyuram. Daha sonra götürürəm, bu şəkildə uzun formada edirəm. 2 hissəyə bölürəm. Mənim xəmirim 2 hissədən ibarət olacaqdır. Əvvəlcə götürürəm bir hissəni, onu yenə uzun formada edirəm və oxlu vasitəsilə çalışıram ki, xəmiri mən düzbucaqlı şəkildə edim, düzbucaqlı formasında yayım xəmiri. Gördüyünüz kimi bu şəkildə uzadıram xəmiri rulon şəklində və üzərindən oxlu vasitəsilə basıram ki, asan bir şəkildə düzbucaqlı şəkildə edim. Əgər səliqəli alınmasa da düzbucaqlı şəkildə, onda kənarlarını mən kəsəcəm. Kənarlarını kəsirəm. Bu şəkildə düzbucaqlı formasında yayıram. Fürsətdən istifadə edərək deyirəm ki, əgər kanalıma ilk dəfə gəlmisinizsə və abunə deyilsinizsə, onda bəyən düyməsini basmağı və abunə olmağı unutmayın. Əvvəlcədən təşəkkür edirəm. Bu şəkildə yayır. Görürsünüz, xamır çox yumuşaqdır. Yəni sözə qulaq asandır, yaxşı yayılır. Və bu şəkildə görürsünüz, yaydım, sonra kənarlarını səliqəli şəkildə kəsirəm. Xamirin da qalınlığına, nazikliyinə buradan diqqət edə bilərsiniz və düzbucaqlı şəkildə kəsdiyim xəmiri 2 hissəyə ayırıram. Bu şəkildə üçbucaq formasında kəsirəm ki, çünki bu üçbucaqlardan mən mütəkkələr düzəldəcəm. Bu şəkildə gördüyünüz kimi asan bir şəkildə və içərisinə içliyi əlavə edirəm. Mən içliyin reseptini göstərmədim. İçlik umaç içliyidir. Un, yağ və şəkərdən ibarətdir. İçərisinə də biraz, əgər istəyirsinizsə, vanilin də əlavə edə bilərsiniz. Bu şəkildə mütəkkələr düzəldirəm. Yerdə qalanında hamısını əvvəlcə bükürəm ki, içlik axmasın. Daha sonra bükürəm. Biraz da ucunu uzatmaq olar xəmirin ki, yaxşı alınsın. Və soba qabına yığıram. 180 dərəcədə bişirirəm. Hardasa 30 dəqiqə, 35 dəqiqə bişir. Üzəri tam qızarana qədər, biraz qızarana qədər bu şəkildə gördüyünüz kimi. Biraz qızarana qədər qızarsın, sonra götürün. Və üzərinə də mən şəkər pudrası əlavə etdim. Yumuşaqlığını görürsünüz. Çox gözəl, dadlı olur. Mütləq hazırlayın. Hər kəsə də tövsiyə edin. İzlədiyinizə görə təşəkkür edirəm.